indi bugün aşıq sazından, kasıb qızından qorxan kimi həm Gürcüstan, həm Azərbaycan öz müstəqilliyindən qorxur, onu qoruyur. Çünki zorla əlinə düşür. Əcdahalar çoxdur. Gürcüstanı da, Azərbaycanı da yemək istəyən qüvvələr çoxdur. İmperiya hələ ölmüyor. Hələ ölmüyüb. Ona görə də biz bu müstəqilliyi qorumaq üçün Gürcü xalqından Azərbaycan xalqı əl-ələ səs-səsə verməlidir. Bir-birinə möhkəm birləşməlidir. Çünki qulağımızın dibində həm Gürcü xalqının düşməni var, həm Azərbaycan xalqının düşməni. Ona görə möhkəm birləşməlidir. Deyir, zarafat gəlməsin sana bu dünya. Zarafat eləmə, qurbanın olun. Bu dünya zarafat meydanı deyil. Qarışqa yerişi, rahat yerişdir. Bu meydan köhlənat meydanı deyil. Oynadıq çox şey umar, oynama. Etsə də ruhunu xumar, oynama. Sən bu qumarbazla qumar oynama, zarafat gəlməsin sana bu dünya. Çox yerdə qəbrini qazan olacaq. Başın qaynamaqdan qazan olacaq. Sanma yaşamağın asan olacaq, zarafat gəlməsin sana bu dünya. Yoxsulluq, yoxsulun bağrına oxdur. Mədəsi toxların, məzəsi toxdur. Fil var, qarışqaca hörməti yoxdur, zarafat gəlməsin sana bu dünya. Çox yerdə məkirli oyun olacaq. Şir pələng çevrilib qoyun olacaq. Hələ neçə dəfə toyun olacaq, zarafat gəlməsin sana bu dünya. Sağ ol, sağ ol. Qeybətin quyusu, hilənin toru sana diri-diri göstərər, görür. Başın var, başsızdan başını qoru, zarafat gəlməsin sana bu dünya. Ay canacan, sağ ol, sağ ol. Ömrünü qar yeyib qış aparacaq. Xırmandan dənini quş aparacaq. Dünyadan əlini boş aparacaq, zarafat gəlməsin sana bu dünya. Sağ ol, sağ ol. Muğamı ağlamaq, valı ağlamaq. Valın da qırılmış halı ağlamaq. Qışqırıq çalmağın dalı ağlamaq, zarafat gəlməsin sana bu dünya. Şeytan dura-dura şərlənər dəvə. Eşşək quyruğunda hərlənər dəvə. Kinindən yıxılar, tirlənər dəvə. Zarafat gəlməsin sana bu dünya. Hər gün xırdalanan ömürdür, gündür. Ürəyə çəkilən dağdır, düyündür. Gör bu dəyirmanda kimlər üyündü, zarafat gəlməsin sana bu dünya. Yasın 7'si var, 3'ü 40'ı var. Qəbir yerinin də haqqın ırxı var. Ölümdən sonra da müncür qorxu var, zarafat gəlməsin sana bu dünya. Zalim xan, günahın 7 qat olar. Həyatın qan dolu bir həyat olar. Zarafat eləsən, şahın mat olar. Zarafat gəlməsin sana bu dünya. Biz Azərbaycan dövlətini, Gürcüstan dövlətini, Azərbaycan xalqını, Gürcü xalqını göz bəbəyimiz kimi qorumalıyıq. Onun müstəqilliyini qorumalıyıq. Gürcüstan abad olsa, Borçalı abad olacaq. Azərbaycan abad olsa, Gürcüstan abad olacaq. Gürcü xalqı xoşbəxt olsa, Borçalı cəmaatı xoşbəxt olacaq. Bunun nəyi pisdir? Biz ancaq sülhü, əmin-amanlığı, sevgini, məhəbbəti bir-birimizdən bölüşdürməliyik. Necə olub Nizami ilə Rustaveli'dən bugüne qədər gələn yollar, Qalaktiyon Tabidze ilə Səməhdurğun necə olub? Bugüne qədər bizim babalarımız necə olub? Bugündən sonra həmin yolla getməliyik. İndi görün, mən şeir oxuyuram, xoru zaman vermir. Xoruz da sevinir. Xoruz da sevinir. Qalxıldı. Xoruz da sevinir. Bir ki bir qonaq gəlib, qonaq da coşub sağlayıb, soğanlığın yaxşı bir günüdür. Xoruz şairə qarışıb, şair xoruza cavab. Allah Teala mənim gördüyüm bu mənzərəni mənim millətimin, mahalımın, elimin, obamın, ağsaqqallarına, şəxsiyyətlərinə çox görməsin. Hamısı sağlayın. Çox sağ olun. Minnətdaram. Mən zərafət edirəm, deyirəm, yorulmuşam, düz yorulmuşam, düz yuxum gəlir. Amma and olsun Allaha, yeri göy yaradan and olsun. Bir ay, ac, yuxsuz, gecə gündüz sizin şərəfinizə ürəyin istəyən kimi ömrümü verməyə hazıram. Çünki məni zarafat eləyən siz olursunuz. Torpaq olub, bu eller obalar olub. Ona görə bu surfanın, bu ocağın, bu həyatın, bu surfanın arxasında əyləşənlərin şəxsində bütün bir daha Borçalıda yaşayan Azərbaycanlıların, bir daha Gürcüstanda yaşayan Azərbaycanlıların, bir daha Tiflis ətrafı, Tiflis içi kimlər bizləndir, onların hamısını sağ olsun. Onların hamısını bağrıma basıram. Allah imkan versin o biri kəndləri də, o biri elləri, obaları da ziyarət eləmək
Bizə də sizə də nəsib olsun. Öpürəm sizi. Bununla da siz sağ, mən salamat gecəniz xeyir olsun. Ya canım. Bax sizə deyirəm, ha, üzümə xoş baxın. 3 gün getməyəcək, təyyət sizə hardacaq. Sizə qurban olun, yox, özümə. Allah rəhmət eləsin, açıq söz saraşdı ya. Allah rəhmət Cəmi keçmişlərinizə. Hemen Hasan müəllim sünnet toyunu Saraç'ta. Deyirdi ki, Allah öyle dağıtsın ki oraya konak gelmeyecek. Allah bu konağda öyle dağıtsın ki akşam gelip sabah gitmeyecek. Hasan